Qardaşlar diqqətlə baxın, sizə bir şey göstərirəm. Bax, başladıq çəkilişimizə. Görürsüz baba, görürsüz qardaşlar. İndi bu iPhone şərəfsiz iPhone. Donur çəkiliş vaxtı. Bax, dondu, bax, saniyəsi ilişir qalır. Çəkiliş vaxtı biraz reski hərəkət edən kimi donur. Bax, görsən, öz-özünə dondu atdı. Yəni bir bu deyil. Neçə dənə videoda qardaşım, baba, neçə dənə videodadır, baba, belə donur qalır. Yəni burada çəkirdim, çəkiliş vaxtı dondu qaldı. Yəni konkret olaraq qardaş, zibil, iPhone 16 konkret zibil. 2 ildir, bu dəqiqəni bu çəkilişi 14 ilə eləyirəm, 14 Pro ilə. 2 ildir 14 Pro gecə demədən, gündüz demədən işləyir, hər bir şey qaydasında problem yoxdur. Amma birinci partiyada öz orijinal iPhone Store-dan almışam, Dubai maldan. Yəni zibil, tullantı zibil qardaşım. Yəni bu konkret mənə podvalit edir işte, konkret olaraq. Yəni sonraki partiya alınanlar bomba kimidir, amma bu konkret bildiğin zibil. Çəkiliş edeceğim 7 saniye sonra, 8 saniye sonra donur. Hətta yenə başladı qardaşlar çəkməyə. Görsəniz, amma açıb bağlamışam. Ola bilər ki, donmaya da bilər. Buna çəkirik baba qardaş. Birazdan öz-özünə ilişib qalacaq. Yəni bayaq özünüz gördünüz. İndi ola bilər ki, aha, ilişdi bax. İlişdi. Heç nəyə əlimi dəymirəm bax. İlişdi, görsən qaldı. Ekran ilişib qalıb. Budur da zibildir də bunu, zibil. iPhone özdə qıraqdan bir misal üçün kənar bir yerdən alsam yandırmaz məni. Gedib ən yəni orijinaldır deyilən yerdən almışam. Ən orijinaldır deyilən yerdən. Tüpürəsən bunun eləcəksən, buna verdiyim pula heyf.